Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tabe olan Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri Fəqan Məlikov vəzifəsindən kənarlaşdırılıb. Bu barədə məlumatı Yeni Sabah yayıb. Bildirilir ki, qərar departamentin rəhbəri Rəfail Mehralıyev tərəfindən imzalanıb. Məlumata görə Fəqan Məlikov işində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən azad edilib. Hazırda trestə yeni rəis təyin olunmayıb. Müvəqqəti olaraq idarənin fəaliyyətinə baş mühəndis Sabir Həsənov rəhbərlik edəcək. Xatırladaq ki, oktyabrın 30-da Bakı şəhər İcra Hakimiyyətində müxtəlif təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işi də müzakirə olunub və aparılmış daxili auditin nəticələri səbəbindən trest rəhbərliyi ciddi şəkildə tənqid edilib.